Şüşə istehsalında istifadə olunan mineral xammal ehtiyatının mövcud olduğu yataqlar bilməliyik ki, şüşə istehsalında demək, bent, daha doğrusu kvars qumundan geniş istifadə olunur. Demək ki, bizim bu yataqları əsasən Abşeron bölgəsində daha çox rastlayırıq. Demək, Ağdağ görürük burada. Birinci Ağdağ seolit yatağıdır. Bu yataq Tovuzda bu seolit yatağı şüşə istehsalında istifadə olunmur. Hökməli, bəli, bu Abşeron ərazisində hökməli yatağı şüşə istehsalında, yəni kvars qumu ehtiyatıdır. Ağzıkənd gips yatağıdır, bu da deyil. Şaxtaxtı, bu bizim demək, travertin yataqlarıdır, bu da yanlışdır. Hacıvəli isə bəli, kvars qumu yenə ehtiyatıdır və bizim elə doğru sıralarımız burada 2 və 5, yəni hökməli, Hacıvəli hər ikisi kvars qumu ehtiyatıdır və həmin o ehtiyatdan da şüşə istehsalında biz istifadə edirik. Doğru bəndlər 2-5 bəndidir.